Var belə bir oğlan dünyada eləsin. Bir barmaqla tuturam, daha doğrusu. İki geri gördüğünüz kimi ağırlıq çəkini qoyuram üstünə. Heç nə olmuyor. Bir izləyicilər izi qaldı. Kəsirik, qalın ipi gördünüz kəsdik. Bıçaq iti idi, lap iti elədim. Kofasında, yəni ayaqlarım düz otursun. Gördüğünüz kimi bu daşlar da 16 kilo daşlardır. Gördüğünüz gibi bıçağın üstüne çıktım. Bazıları deyir ki bıçağı yok. Ayağını arkaya koyursan, özünü arkada saxlayırsan çəkibi. Buyurun bakın, gördüğünüz gibi bıçaq üstə. Ya Allah'ın adı, özün köməyi, Allah'ı çağırıram, heç nə olmur ayağıma, iti bıçaq kəsmir. Bəli, təhlükəli nömrədir. Pəhlivan bunun ötəsindən gələcək, çox xatalı nömrədir. Gördüğünüz gibi ve iki giri ayağımın üstüne koyuram. Bakın parmağımı bir parmağımla tuturam, daha doğrusu. İki giri gördüğünüz gibi ağırlık çəkini koyuram üstüne. Heç nə olmuyor. Ve atıram girləri yerə ve düşürəm. Yenə ayağımın altını göstərirəm. Baxın, əziz izləyicilər, izi qaldı. İnanmayan daşa dönsün, izi qaldı. Baxın buna da, ayağın altında heç nə yoxdur. Öz ayağındır, öz ayağının dərisidir. Ona görə ki, ayağımı kəsmir, əziz izləyicilər. Allah'ı çağırıram, ya Allah özün köməyi ol. Var belə bir oğlan dünyada, eləsin. Öpürəm sizləri, eşq olsun Azərbaycan xalqına. Sağ olun.